Dur, gözəl bacım, gözəl qardaşım. Hər birinizdən xahiş edirəm bu videomu sonuna qədər dinləyəsiniz. Mənim adım Elvindir. Miopatiya əzələ qurumasından əziyyət çəkirəm. Çox çarəsizəm. Günü-gündən geri gedirəm. Əgər müalicələrim vaxtında olunmasa, yatağa düşəcəm və yatağa düşməmək üçün evladıma xatir, o göydəki Allaha xatir, üzümü tuturam buradan yaxşı insanlara. Nə olar Allah xatirinə bu videomu görüb keçməyin. Hər birimizin evladı var. Mən də bir atayam. Çarəsiz qalmışam, yetiməm, atam yoxdur və 18 yaşından sonra olubdu. Sonradan əmələ gəlibdi bu xəstəlik məndə. Mən də sizin kimi 11 il məktəb oxumuşam, yermişəm, yürümüşəm. Nə olar? Üzümü tuturam gözəl, namaz qılan, hicablı bacı qardaşlarıma bu videomu görüb keçməyin. Allaha xatir. Sizdən kömək istəyirəm, dəstək istəyirəm. Nə olar ki, Allah onun min qatını verəcəkdir. Çox sağ olun. Allah razı olsun.